sümük iliği və sağlam qan. Sağlam. Sağlam B12. B12 vitamini olacaqdı. Raxit xəstəliyinin yaranmasına gətirib çıxardan vitamin hansı vitaminin çatışmamazlığıdır? D vitamini. D vitaminidir, bəli. Orqanizmlərdə doymamış yağları sabitləşdirən hansı vitamindir? O da deməli. Yox, Y vitamini aram. Orqanizmdə doymamış yağları sabitləşdirən Y vitaminidir. Qan laxtalanmasını tənzimləyir və yaraların tez sağalmasına gətirib çıxardır. Bu vitamini. K vitaminidir. Beriberi adlanan xəstəlik hansı vitaminin çatışmamazlığını? B1 idi. Aha. Gecə görməni yaxşılaşdırır. Göz rənginin itiliyi hansı vitamin? B2 vitamini idi, bəli. Enerji yaratmaq sağlam sinir sistemi və qida sistemi. B1. Yox. Sadəcə enerji yaratmaqdır B1. Enerji yaratmaq sağlam sinir sistemi və qida sistemi. O da B2 mi? Bu olacaqdı B2, bəli. Qan azlığını aradan qaldıran hansı turşudur? Fol turşusu. Fol turşusu olacaqdı, bəli. Toyuq körlüğü adlanan xəstəliyin yaranmasına gətirib çıxardan hansı vitamindir? A vitaminidir. Vitaminin hipotomizdir. Aha, hipotomiz adlanan xəstəlik idi. Yaxşı, orqanizmdə doymamış yağları sabitləşdirir. Bəyək çarıxmısınız bu hissədə? Doymamış yağları zülallar. Yox, Y vitamini. Qida elementi demir, amma bədəndə temperaturu tənzimləyən nədir? Su olacaqdı, bəli. Orqanizmə gedən proseslərə nəzarət edən nədir anam? Mineral maddeler. Mineral maddələr olacaqdı. Yaxşı, sadəcə enerji yaratmaq nədir? Enerji yaratmaq müəllim. Zülallar. Sadəcə enerji yaratmaq olacaqdı nə? Hansı vitamindir? Vitamin olaraq. B2 müəllim. Bəli, sadəcə enerji yaratmaq olacaqdı. B1. B2. B1. Enerji yaratmaq sadəcə B1-dir. Amma enerji yaratmaq sağlam sinir sistemi və qida sistemi desək, o nə olacaq? O olacaqdı B2. Təşəkkürlər anam.